Məlum olduğu kimi dekabrın 1-dən Azərbaycan təbii qazının Şimali Makedoniyadakı özəl və sənaye istehlakçılarına tədarükünə başlanılıb. Şimali Makedoniya və ümumilikdə Cənubi Avropa bazarı Azərbaycanın qaz ixracını diversifikasiya etmək üçün mühüm fürsət yaradır. Bu, Azərbaycanın yalnız mövcud bazarlara deyil, həm də daha geniş Avropa bazarlarına girişi təmin etməsi deməkdir. Bu yeni bazar Azərbaycanın qaz ixracını artırmağa və ölkə iqtisadiyyatını daha da gücləndirməyə kömək edəcək. Yeni layihə ilə Azərbaycanın qaz ixracının coğrafiyası daha da genişlənəcək. Bu, region ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin güclənməsinə töhfə verəcək. Şimali Makedoniyadakı layihə ənənəvi qaz şəbəkəsinə qoşulmayan sənaye və yaşayış istehlakçılarının sıxılmış təbii qaz ilə təmin olunmasını nəzərdə tutur. Cənub qaz dəhlizinin önəmli segmentlərindən biri olan TAP layihəsi artıq genişlənir və Avropanın daha çox ölkəsi bu layihədən öz enerji təhlükəsizliyini təmin etmiş olur. Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi iradəsi, prinsipiallığı nəticəsində Cənubi Qafqaz boru kəmərinin istifadə verilməsindən sonra TANAP və TAP artıq bir reallığa çevrildi. Layihə çərçivəsində Azərbaycan qazı 6 uşaq bağçasını, 8 məktəbi, 1 xəstəxananı, bir neçə bələdiyyə inzibati binasını, 400-dən çox ev təsərrüfatını və bir sıra sənaye müəssisələrini istilik və isti su ilə təmin edir. Siyasi şərhçilər bildirir ki, bu layihənin icra olunması Azərbaycanın Avropa üçün yeni və etibarlı enerji mənbəyi olduğunu bir daha sübut edir. Slovakiyada daxil olmaqla artıq bir neçə dövlət bu layihəyə böyük maraq göstərirlər və Azərbaycan qazının alıcısına çevrilmək niyyətləri özünü göstərməkdədir. Artıq interkonnektorlar vasitəsilə yeni mənbələr formalaşacaqdır. Eyni zamanda Cənub qaz dəhlizinin ötürücülük gücünün daha da artırılması, yeni kompresorların inşa edilməsi, yeni qaz yataqlarının istismarı, kəşfiyyatı və hasilatı da ölkəmiz üçün çox önəmli amil hesab olunur. Bir daha qeyd edək ki, bugün zəngin qaz yataqları Azərbaycana dünyanın bir çox ölkəsinə təbii qaz ixrac etməyə imkan verir. Hazırda ümumi qaz ixracımız 25 milyard kubmetr təşkil edir ki, bunun da yarısı Avropa ölkələrinə nəql olunur. Bu sahədə Cənub qaz dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri mühüm rol oynayır. 2020-ci ilin sonlarından 2025-ci ilin noyabr ayınadək bu kəmər vasitəsilə təxminən 52,7 milyard kubmetr təbii qaz nəql edilir. 2026-cı ildən etibarən isə TAP-ın ötürücülük qabiliyyətinin ildə 1,2 milyard kubmetr artırılması hədəflənir. Əhməd Məmmədov, ATV Xəbər.